kardeşler, bilirsiniz de haradayız. Səudi Arabistan'da Əryad şəhərində. Əryadın da öz gözəllikləri var. Buranı niye ziyaret ettik? Buranı ziyaret ettik ki, bildiğiniz gibi Müslümanların en müqəddəs olan torpağıdır ve inanc olan yeridir. Buna göre gözəllikləri görmək bizim her birimizin, necə deyərlər, borcudur. Bak. Gördüğünüz gibi bak, Kitay şəhərciyindəyik. Bu Kitay şəhərciyi hər bir ölkənin maket formasında balaca demək olmaz, böyük bir formada hər bir ölkənin öz şəhərləri var. Burada ticarətlə məşğul olan ticarətlə, mədəniyyətlə olan mədəniyyətlə, hər bir şeyin ölkənin necə deyirlər, zənginliyin göstərir. Ona görə biz özümüzə borc bildik ki, bu müqəddəs olan müsəlman torpaqlarını bir daha gəzib yad edək və sizlərlə də tanış edək. Səudi Ərəbistan bildiyiniz kimi bizim inanc yerimizin paytaxtı olan, müsəlmançılığın ən mərkəzi toçkası olan, Türkiyədə müsəlmançılıq böyük formadadır. Dünyanın ən böyük formasında Türkiyədədir müsəlmançılığın, Azərbaycandadır. Ancaq Səudi Ərəbistan da mərkəzi paytaxtıdır müsəlmançılığın. Gözəlliyə bax, görsə buranı. Aşağıda. Şəhərdəki var, günbəz kimi.